Salam dəyərli izləyicilərimiz. Sizə Mərdəkanda, Makaronluda və Bravo yolundan sağ tərəfdə belə bir gözəl 10 sotun içində villanı təqdim edirəm. Tam əşyalıdır, axıra kimi izləyin. 230 kvadrat metrdən ibarətdir. Əvvəlcə sizi həyət ilə tanış edim. Gördüyünüz kimi geniş həyətimiz var, bağ-bağçamız. Pult ilə idarə olunan darvazamız var. Məhəlləsi tam asfaltdır. Qapıya kimi asfalt. Baş tərəfdə 2 maşınlı qarajımız var. Həyətdən, küçədən daxil olmaq olur. Onun da qapısı pult ilə idarə olunur. Və sanitar qovşağı var orada. Yerimiz kermogranitdir. Burada isə cam balkonumuz. Gördüyünüz kimi geniş cam balkon. Hər tərəfdən açılır. Televizor var, mətbəx mebeli yığılıb və isti poldur. Lijankalarımız var orada, yayda istirahət etmək üçün. Hovuzumuz fontanlı hovuzdur. Uşaqlar üçün burada belə bir yeri də var. Qiymətimiz 865 min manatdır. İnşallah ki endirimimiz də olacaq. Gördüyünüz kimi burada belə bir manqalı da var. İpotekaya yararlıdır. Tam 10 sotdur. 230 kvadrat metrdir. Bura isə verandamız. Birbaşa mətbəxdən çıxış. Gördüyünüz kimi divanlarımız, kreslolar. Burada isə belə bir yaşıllıqlar var. Yuvanmadan daxil olaq evimizə. Salam aleykum. Evə daxil olduqda geniş hol hissəmiz. Burada belə bir dolablar yığılıb. Burada isə mətbəx. Bayaq dediyim kimi birbaşa çıxışı da var verandaya. Mətbəx mebeli yığılıb. Əşyalıdır. Elektronikalarımız, sobalar, xaladelnik. Heç bir işlənilməyib, təzədir. Stol, stul. Buranın da kermogranitdir. Yeri isti poldur. Bura isə bizim zal hissəmiz. Gördüyünüz kimi əşyalıdır. Kondisioner də var. Burada belə bir güzgü, dekor. Bura bizim birinci yataq otağımız. Gördüyünüz kimi. Və qardirob otağı. Bircə bu otaqda əşya yığılmayıb. Kim istəsə uşaqlar üçün yataq otağı, kim istəsə iş otağı kimi istifadə edə bilər. Bura ümumi sanitar qovşağıdır. Evin ümumi sanitar qovşağı. Paltaryuyan maşında var. Gördüyünüz kimi. Bura isə 3-cü yataq otağımız və öz sanitar qovşağı. Burada isə qardirob otağıdır. Bura 4-cü yataq otağımız. Gördüyünüz kimi burada da belə bir dolablar yığılıb və öz sanitar qovşağı. Çox sağ olun, dəyərli izləyicilər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sizin zənginizi gözləyirik.